Horizontal sxema əsasən profil hansı xətt üzrə doğrudur? Biz aşağıda profilə baxaq. Deməli, 500 metrdən biraz yuxarıdan başlayır. Buradan başlayır, biraz 500 metrdən qalxır, hardasa 809 metrə qədər. 809 metrə qədər qalxır. 500 metrdən biraz yuxarıda. Sonra yenə həmin hündürlükdən yuxarıya qalxmır. Düşür yenə 750 metrə və sonda isə düşür yenə həmin o 500 metrdən biraz yüksəyə düşür. İndi gəlin baxaq ki, burada hansı nöqtə 500 metrdən yüksəkdən başlaya bilər. Birinci baxaq A, B məntəqələrinə. A və B məntəqələrinə. A, B məntəqələrinə. Burada baxırıq ki, kəsmə yüksəklik deməli 600-700, kəsmə yüksəklik 100-dür. 100 metr. Kəsmə yüksəklik 100 metrdirsə, biz A-dan başlayanda B-yə kimi baxsaq, deməli, ikinci horizontal 600 və 500-dən yuxarıdır. Çünki 600-dən aşağı nöqtədədir. Bu doğru gəlir. Sonra qalxır yuxarıya, demək, 2 dənə horizontal 800, 900, bu da düz gəlir. Sonra düşür aşağıya doğru, yəni düşür 750 bu civara, 750 metr hündürlüyə kimi bu da ola bilər. Sonradan yenidən qalxır həmin hündürlüyə və yenidən düşür həmin hündürlüyə. Deməli, cavab elə A variantıdır. C ilə D-yə baxsaq, görək ki, 300, 400, maksimum 500 metrə kimi qalxır. Bu səhvdir. Sonra YF-ə baxsaq, YF yenə 500-cü horizontalla aşağıdadır. Bu da doğru deyil, çünki burada 950 metr var. Sonra K ilə baxsaq, K və L. K ilə baxsaq, burada 200 hündürlük, burada çay gedir, 200-300 hündürlük də var. Ona görə K, L də səhvdir. Bu K, L gedəndə görürük, hər bir xətt üzrə gedəndə görürük. M, N-ə baxsaq, M və N. M-N-də də yenə burada 200-300 hündürlük var. Cavab A variantı. Fərqli və oxşar cəhətlər E ilə Venn diaqramı köməyi ilə müəyyən edin. Deməli, birinci təsvirə baxsaq, mərkəzdə 311, 3 dənə horizontal 1, 2, 3. Burada berikştriklər çölə doğru. Berikştrin uc istiqaməti emme istiqamətini göstərir. Həm də səth suların axma istiqamətini göstərir. Bu təpədir deməli. İkinci horizontala baxaq. Mərkəzdə 295 yazılıb və kənarda da 200 yazılıb. 200. Burada 295 yazılıb, yəni 3 dənə horizontal çəkilib. 1, 2, bir də 3. 3. 295 də mərkəzə yazılıb. Kənardakı da 400 metr. Berikştrik içəriyə doğru. Berikştrik içəridirsə, deyək ki, berikştrin uc istiqaməti içəriyə doğrudursa, uc istiqamət emme istiqamətini göstərir, həm də səth suların axma istiqamətini göstərir. Deməli, səth sular mərkəzə doğru axır. Bu, deməli, nədir? Çökəklikdir. Çökəklik. Deməli, birinci oldu təpə, ikinci oldu çökəklik. İndi gəlin variantlara baxaq. Çökəkliyin təsviridir. Əlbəttə, ikinci. Yəni, ikinciyə 1 yazırıq. İkinciyə 1. Çünki ikinci çökəklik. 2-yə 1 olmayanlar D-di, G-di. Bunlar getdi. Sonra yüksəkliyin təsviridir. Burada 1. Birinci, 2. Deməli, 1-ə 2 olmayanlar var. Üçündə də var. A, B, C, üçündə də 2 var. Sonra 3. Kəsmə yüksəkliyi 50 metrdir. Kəsmə yüksəkliyi 50 metrdir. Gəlin, yoxlayaq bir-bir. Burada birinciyə baxaq. 200-dür. Bu olacaq 250. Çünki yuxarı getsə hündürlüyü artır. Bu 300. 311 də ola bilər. 1-ə uyğun gəlir. Keçək ikinciyə baxaq. Burada 400-dür, 295-dir. 295 ona yaxın olan, biz 50-50 aşağı düşsək, çünki çökəklikdir. Bu 350, bu 300, bu da 295 ola bilər. Deməli, 3 hər ikisinə aiddir. Deməli, 3 3-ə aiddir hər ikisinə. Bu da doğrudur. Üçündə də var. Sonra kəsmə yüksəkliyi, daxil horizontal mütləq hündürlüyü 300 metrdir. Baxaq, daxil horizontal. Burada da 300-dür, burada da 300-dür.
Hər ikisində 300-dür. 4 də doğrudur. Deməli, C variantda getdi. 3-ə 3, 4. Sonra şimal-şərq yamacı daha meyillidir. Şimal-şərq yamacı daha meyillidir. Gəlin baxaq. Buradan çəkək. Yəni, horizontallar daha sıxdır. Daha sıx olan bu istiqamətdir. Burada bu istiqamətdir. Bu istiqamət olacaq şimal-şərq. Bu istiqamət olacaq şimal-qərb. Deməli, daha meyillidir şimal-şərq yamacı. Birinciyə aid olacaq. 5. Bu da A variantı. Sxema əsasən verilmiş ərazinin M, N xətti üzrə profil hansı bənddə doğru göstərilmişdir? Gəlin baxaq. M nöqtəsi. Burada gəlin birinci kəsmə yüksəkliyi tapaq. Kəsmə yüksəkliyi bərabər nisbi hündürlük. Bölünsün pillə sayı. Tapaq. Deməli, kəsmə yüksəkliyi bərabərdir. 700 verilib. 700 çıxılsın 500. Neçədən pillə sayı? 1, 2. 2 bərabərdir. 700-dən 500 sonra 200 bölünsün 2. Bu da bərabərdir 100 metr. Deməli, kəsmə yüksəlmə 100 metr oldu. İndi M-ə baxaq. M 500-dən sonra üstdəki ikinci horizontaldır. Bu da olacaq 600 metrdən başlayır. M 600 metrdən. N də yenə həmin nöqtədir. Çünki eyni horizontaldır ikisi də. N də 600. Deməli, 600-dən başlayacaq, 600-dən də bitəcək. Yəni, bu profil 600-dən başlayıb, 600-dən bitəcək. Burada bir dənə elə D variantı doğrudur. D variantı doğru gəldi. Çünki digərlərində 600-dən bax, 600-dən bunu dedik ki, kəsmə yüksəkliyi tapdıq, nisbi hündürlük 500, 700-dür, 200, 100. Baxdıq ki, 500-dən sonra ikinci horizontaldadır, bu da ikinci horizontaldadır, 500-dən sonra, daha da birinci, bundan sonraki 200, 600, cavab D variantıdır. Baxırıq ki, 700-dən sonra 800, 900-ə kimi qalxır, 900-dən bəri yuxarı, yenidən həmin 900-dən yuxarı, yenidən düşmüş olur D variantı. Sxema əsasən ikinci, üçüncü nöqtələr arasında hündürlük fərqini müəyyən edin. İkinci, üçüncü. 3 buradadır. 2 də buradadır. Birinci baxaq ki, hansı horizontal arasında yerləşir. Kəsmə yüksəkliyi birinci tapaq. Kəsmə yüksəkliyi bərabərdir. Kəsmə yüksəkliyi birinci tapmalıyıq. Nisbi hündürlük bölünsün pillə sayı. Pillə sayı. Bərabər. İndi burada rəqəmlər verilir. Burada dəniz verilib, deməli 0-dır. Burada 500 verilib, düzdürmü? Deməli, 500 çıxsın 0. Bölünsün pillə sayı. Gəlin, görək neçə pillədir. 1, 2, 3, 4, 5 pillə. Yəni, 500-ə kimi 1, dənizdən sonra 1, 2, 1, 2, 3, 4, 5 pillə. 5. Deməli, 500-ü də 5-ə böləndə 100 metr. Deməli, bizim kəsmə yüksəkliyimiz bərabərdir 100 metr. İndi gəlin baxaq. Üçüncü məntəqəyə neçənci horizontal? Dənizdir. Baxın, burada dəniz 1, 2-də. Deməli, üçüncü məntəqə bərabərdir ikinci horizontal. 2 dənə horizontal. Bu da kəsmə yüksəklik 100-dürsə, 2-ni vururuq 100-ə. 200 metr. 200 metr hündürlükdür. İndi 2-yə baxaq. İkinci məntəqə 1, 2, 3, 4, 5, 6-cı. İkinci məntəqə bərabərdir 6, 6-cı horizontal. Bu da 6 vurulsun 100 bərabər 600. Bunlar arasında fərq deyir. 600 çıxılsın 200 bərabərdir 400 metr. C variantı. Bir daha deyirəm, belə məsələlərdə birinci kəsmə yüksəkliyi tapılır. Sonra hansı horizontal üzərində tapılır, neçə horizontal üzərində yerləşir və hər horizontal arasında 100 metr kəsmə yüksək olduğu üçün sayını vururuq, neçə horizontal və hündürlüyünü tapırıq. Bu da fərq C variantı. 400 metr.